Mən bu torpaqdan yuxarı az yoxdur. Bir aydan çoxdur. Elə bir o yanıq kimi var. Elə bir şey əmələ gəlir. Qızartı əmələ gəlir. Ağrı da var mı? Yoksa Ağrı hərdəmdə naşir adı giyişmə zadı yoxdur. bir aydan çoxdur. Bəli, bəli. Siz hiss elədiniz mi nədən sonra əmələ gəldi? Bu elə bir o, birdən bir elə bir ləşə kimi oldu, sonra başladı qızarmağa. Şəkər xəstəliyin yoxdur. Yox, yoxlatmışıq. Bir gram da yox şəkərim var. Ayağın soyuq olmur. Ayağımın altı elə bir yanır. Biliyorsa mesela şey olur, laf elə. Yanır. Çox sağ ol sualına görə gözəl qazağımıza salamlar, var olasınız. Bu ayağın altı yanma da çok böyük bir problem. İndi Əkbər müəllim deyəcək sualdan birdən qaçar. Yəni mən niyə sual verdim ki, ayağında başqa şikayətlər mütləq mümkün deyil olmasın. Orada həm ayağın sinirlə innervasiyası pozulur, həm qanla qidalanması pozulur. Və o da özünü nədə göstərir? Elə ayağın yanmasında. O ayağın altında yanma, hissiyatın azalması, adam elə bil ki, daşın üstə, xırın üstə gəzir və yaxud da ki, o ayaq topuqdan yuxarı hissədə onun əmələ gəlməsi göstərir. Qanın, dediyim kimi, həm qidalanması, qanla qidalanması normal deyil, həm də orada sinirin keçiriciliyi normal deyil. Orada da yenə əvvəl bayaq qeyd elədim, arı saçması, arı zəhəri möhtəşəmdir, mükəmməldir. Sizə məsləhətim nədir Əkbər müəllim? Həmin yerə, həmin nahiyə bal çəkin. Təmiz bal, səhər, axşam, günorta, gündə 3 dəfə çəkin. 2 dəfə də çəksəniz olar. Eləcə qalsın. Heç nə yox. O qızartınızı aparacaq. Yox, əgər aparmasa, onda mütləq, onda gələcəksiniz. Mən əlaqə saxlayım. Gördüyünüz telefon nömrələri mənimdir. Onu zəli ilə qaydasına salacağıq.